Özünüzü təqdim edin zəhmət olmasa. Abdullayev Avtandil Qədiroğlu, Bakı şəhəri, Buzovna, Təşəkkür. Köroğlu küçəsində yaşayıram. Nə şikayətləriniz var avtomobil mənim gələndə? Şikayətim, məndə çoxdan podaqra xəstəliyi var, 2008-ci ildə. İndi gələndə də bu podaqra da hər yerimdə var, bütün oynaqlarımda. Hansı əlamətlər var idi? Əlamətləri bu podaqranın aşağı parmaqların üstündə də Əlinlərində də. Fır deyirik biz. Bizim ləhcədə fır deyirlər də. Elə şeylər var idi. Sonra indi bundan əvvəl də qolum şişdi, qızardı, ağrıdan dözmək olmur. Ay mən də vallahi əvvəldən də bilirdim, Seyfəddin doktor. Elə həmişə də izləyirəm televizorda, nə bilim telefonda. Elə bir də gəldi, çıxdı, izlədim, gəldim Seyfəddin doktorun yanına. Doktor Seyfəddin klinikası. Bəli, Doktor Seyfəddin klinikası, belə adlanır. Nə müalicəsi aldın? Orada gəldim, özdə əvvəlcədən bilirdim, burada zəhərli müalicəsi, ağrı müalicəsi, qurbağa ilə müalicə, ilanla müalicə. Yəni bu müalicələrin xeyrini də özüm də bilirdim əvvəldən də. Mən deyirdim, gördüm, qoy həkimin yanına, həkim mənə öz köməkliyini göstərsin. Gəldim, burada gələn kimi də müayinələrdən keçdim, gözəl laboratoriyalardan keçdim, bütün analizlərimi verdim. Ondan sonra mənə müalicə təyin olundu. Zəli, ondan sonra ağrı, yəni gündə bir gün, 2 gün, 10 gün nəysə gedir belə də. İndi onu xırdalamıram, onu doktorum özü gəlir. Nəticə sonra nə oldu? Nəticəsi indi bir 13 gün keçib. Vallahi buraya gələndə heç mən sifətimiz azım külü veriləməyəcək, elə borunu sallaqlı gəlirəm. Həmən indi vallahi gülürəm, eləyirəm, heç aram ağrımır. Düz bir balaca qolumda zad da var, yəqin ki o da gedəcək. Ürəyimdə də aritmiya var. Aritmiyadan da nəfəsim zaten tənki nəfəs olurdu. Bu zəhəli qoğandan sonra heç tənki nəfəsliyim də gedib, qəşək yeriməyim zadım. Hiss edirəm ki, bunlar mənə çox kömək edir. Mən də vallahi dəvət edirəm sizin hamınızda, kimdə belə xəstəliklər var, gəlin Seyfəddin doktorun yanına, o tərəfə o kimyəvi dərmanların yanına qaçmayın. Mən 15 il dərman içməkdən bir təhər olmuşam. Zəhəli, ağrı, başqa müalicələr. Hamısı burada var. Bir də məlhəmlər. Çox sağ olun, minnətdarıq. Sağ olun doktor. Allah qorusun. Allah canınızı sağ eləsin. Mən də minnətdarım. Sizə təşəkkür edirəm.